Birazdan bu səhnədə çıxış edəcək dostumuz, dəyərli spikerimiz, özü də enerjilidir, sahəsi də enerji mənbəyidir və yetəri qədər maraqlı son dönəmlərdə, xüsusilə ən azı son 3 ildə çox maraqlı festivallar həyata keçirirlər. Məncə özü sıralama ilə ətraflı danışacaq. Mən isə bildirmək istəyirəm ki, United Coffee Beans proyektinin müəllifi, rəhbəri, Roastery və Coffee konsepsiyasında Bakıda 3-cü dalğa mədəniyyət Coffee festivalının təcrübəsini bizə yaşadan dostumuzdur. Söhbət Pərviz Dadaşovdan gedir. Alqışlarla United Coffee Beans-in rəhbərini səhnəyə dəvət edir. Onun özü də maraqlı bir bugünkü çıxışın başlığı var, adı var. Bir qurtum cəsarət. Bu arada. Mən indi bir qurtum cəsarəti istəyirəm burada. Özümə süzüm. Sizin üçün də var bu arada. Bu simvolik fincandır. Bu arada bununla bağlı danışacağım. Hər kəsə salam. İlk növbədə təşkilatçılara təşəkkür edirəm dəvət üçün. Bu səhnədə olmaq və burada sizinlə birlikdə iştirak eləmək çox böyük bir qürurdur. Mən belə tüşlər demişkən nacizanə öz hekayəmdən danışacağım. Bu hekayənin içərisində daha çox elədiyim, öyrəndiyim dərslərdir. Yəni bir növ uğur hekayəsi yox, onun arxasında nələr baş verib və siz buradan nələr öyrənə bilərsiniz onlardır. Bəzən həyatda böyük dəyişikliklər bir qurtumla baş verir, bir qurtum cəsarətlə baş verir. Elə mən hekayəmdə də bu dəyişiklik bir qurtum cəsarətlə oldu. Maraqlıdır, görəsən aranızda bu gün bura gələn neçə nəfər bura gələndə tərəddüd eləyib. Mən düşünürəm ki, mənim də həyatımda elə bir anlar olub ki, həmin an cəsarətimi toplamasaydım, yəqin ki, bu gün burada sizinlə birlikdə olmazdım. Qısa olaraq özümlə bağlı məlumat vermək istəyirəm. Sürətli tanışdıq, mən kiməm? Adım Pərvizdir, Pərviz Dadaşov. 11 sentyabr 1992-ci ildə Azərbaycan cənub hissəsində dünyaya gəlmişəm. Uşaqlığım belə çətin, amma maraqlı keçib. Az təminatlı bir ailədə böyümüşəm. Və uşaqlıq müddətimdə mən həmişə öyrənməyə, axtarışa meyilli uşaq olmuşam. Özümün də xatirimdədir, mənə də elə deyirlər. Və həmin dövrlər ümumiyyətlə maraqlı və yeniliklər məni həmişə özünə cəlb eləyirdi və öyrənməyə təşviq eləyirdi. Bu yeniliklərdən biri də 7-ci sinifdə oxuyanda olmuşdu. 7-ci sinifdə mən atam bir oteldə, orada texniki şöbədə işləyirdi və mən həmin dövrdə 15 yaşım var idi. Onun yanına tez-tez işinə gedirdim və həmin yerdə, həmin oteldə olan o atmosfer, oradakı insanların duruşu, karizması, qonaqlar, xarici qonaqlar və s. bir məktəbli uşaq üçün, özdə həmin dövrlər mən Xırdalanında yaşayırdım. Bir Xırdalanında yaşayan biri üçün, 15 yaşlı biri üçün çox maraqlı idi, çox belə məni özünə valeh eləmişdi və mən evə qayıtdıqdan sonra atamdan dəfələrlə xahiş edirdim ki, mən oraya işə necəsə düzəltsin. Təbii ki, 15 yaşlı uşağı işə düzəlmək, oteldə və s. Amma bir növ çoxlu xahişlərimdən sonra məni oraya işə düzəltdi və 3 ay yayı, 7-ci sinifin yayında mən orada belboy vəzifəsinə işə düzəldim və mənim taytuşlarım həmin zaman 3 ay yayı məktəb bitməyini gözləyirdilər ki, getsinlər, istirahət eləsinlər, gəzsinlər, bir növ, belə deyim də, bu boşluğun, bekarsılığın dadını çıxarsınlar. Amma o atmosfer məni özünə o qədər cəlb eləmişdi ki, mənə orada daha maraqlı idi. Və 3 ay ərzində həm əslində səhər növbəsi, həm də gecə növbəsi mən oteldə çalışırdım. Gələn qonaqlarla tanış olurdum, onlara oteli göstərirdim, çantalarını daşıyırdım, hətta bəxşiş verirdilər mənə. Hətta həmin bəxşişlərdən kolleksiya yığmışdım özümə dünyanın müxtəlif ölkələrindən, hələ də həmin kolleksiya qalır məndə. Və bu ümumi buradakı atmosfer məni o qədər özünə cəlb elədi ki, mən o 3 ay səhər növbəsi və gecə növbəsi işlədiyim bir oteldən məktəb dövrünə başladığım müddətdə məqsədim o idi ki, necəsə bu sahəyə yönələn bir, belə deyim də, addımlar atmalıyam və bunun üçün çalışmalıyam. Düzü, məktəbdə son bir ildə hazırlıq görmüşəm, hazırlıq eləmişəm və daha ciddi yanaşmışam buna və universitetə qəbul oldum. Təxmini 481 bal yığmışdım və birinci qrup üzrə hazırlaşırdım. Ora daha çox fiziki, bu kimya, fizika, riyaziyyat oxuyub həmin qrupa hazırlaşmışdım.
Amma və bütün valideynlərim gözləyirdi ki, mən yəqin ki, mühəndisliyə falan müraciət edəcəm, yəni texniki şöbə hansısa bölməyə. Mən onlardan gizli orada bir seçim elədim. Bir yol ayrıcına, ilk yol ayrıcı demək olar. Seçim elədim və Turizm Universitetini seçdim. Birinci yer onu yazdım və bundan heç bir kimin xəbəri yox idi. Özüm qərar verdim. Həmin o atelin verdiyi mənə təəssürat idi. Orada mən sonradan anladım ki, mən insanlara xidmət eləməyi sevirəm. Bir növ bu xidmət elədikdə özümü xoşbəxt hiss edirəm. Və yaşa dolduqca ümumiyyətlə xidmətin bir fəlsəfəsini anladım. Ümumiyyətlə təbiətdə də hər bir şey xidmət üzərində qurulduğunu anladım. Hansı ki, məsələn, günəş torpağı isidir, torpağı oradakı dənəciyi bəsləyir, dənəcikdən ağac olur, ağac oksigen verir, insanlar nəfəs alır və böyük bir harmoniya yaranır və bir növ təbiətdə hər bir şey bir-birinə xidmət edir. Məncə, bu prosesin içərisində insan da öz missiyasını, öz məqsədini anlayıb, bir növ ətrafına, təbiətə xidmət eləməyi, bir növ özünə bir məsuliyyət bilməlidir və bu xidmət prosesinə başlayanda artıq sən bir növ, belə deyim, canlanırsan. Bu arada, bu xidmət fəlsəfəsi ilə bağlı həm də verdikcə güclənir. Doğrudan da sən nə qədər verirsənsə onun geri dönüşü olur. Bu həmin oteldə işlədiyim dövrdə 15 yaşlı Pərvizdir. Orada arxada İsrail voleybol komandası da onlar gəlmişdilər və mənim qalstukumdan görsənir ki, öz yaşıma uyğun işdə deyil. Sonra isə mən ümumiyyətlə məktəbi bitirdim. Məktəbi bitirdikdən sonra isə artıq bir seçim elədim, universitetə daxil oldum. Turizm Universiteti seçdim. Düzü, universitet dövründə belə xüsusi, yəni yüksək nəticələrlə oxuyan bir tələbə olmamışam. Həm ona görə ki, oradakı o biliklər mənə çox maraqlı gəlmirdi. Yəni, daha çox yenə də texniki biliklər idi və s. Həm də mən daha çox bu fiziki, praktiki sahəni daha çox üstün tuturdum və paralelində işləyirdim müxtəlif restoranlarda, otellərdə. Universitetin mənə qatdığı dəyərlərdən biri olmuşdu ki, bizi Kiprə praktikaya göndərmişdilər və o həmin 2012-ci ildə mənim ölkədən çıxdığım ilk xarici səfər idi. 3 ay ərzində orada Kiprdə biz müxtəlif pozisiyalarda işləmişdik və bir tələbə üçün bu təcrübə çox möhtəşəm idi. Xarici atmosferi görürsən, oradakı iş mühitini görürsən, xarici insanlarla tanış olursan. Belə bir növ bu turizm, xidmət və s. mənim bir həyatımın tam mərkəzində idi və mənə bir növ həyat tərzi kimi gəlirdi. Hətta bu o qədər, belə deyim də, məni cəlb elədi ki, özünə. Mən əskəriyyə universiteti bitirdim, diplom aldım, əskəriyə getdim, bir ildən sonra qayıtdım və qərar verməliydim. Əlimdə diplom var, bir sahə seçməliyəm, gələcək üçün ciddi bir qərar verməliyəm, çünki artıq mənim həyatım ciddi başlayır və s. Mənə də maraqlıdır ki, ümumiyyətlə, burada necə bir, belə deyim də, seçim eləmək olardı. Yəni, siz olsanız nə edərdiniz? Mənə çox maraqlıdır. Mən çox araşdırdım və yenidən bu xidmət sferasına qayıtmağı düşündüm. Sıfırdan başladım bir növ. Dediyim kimi, əlimdə diplom var. Hətta müxtəlif təkliflər də var idi. Hansı ki, müəyyən ofislərdə, korporativ həyatda fəaliyyət göstərə bilərəm. Amma mən çətin tərəfi seçdim. Çünki mənim, yəni, həmin dövrlərdə başa düşürdüm ki, ofis, korporativ həyat və s. mənim həyat tərzimdən üstə düşmür. Mən bu sahəni sevirəm. Nəsə yaratmağı, nəsə düzəltməyi sevirəm. Və beləliklə 2015-ci ildə mən bar arxasında bir barista olaraq fəaliyyətə başladım. Barista demək olmaz, barmen kimi orada kofe düzəldirdim. Kofe düzəltdikcə çox mənə özünü yəni bir maraqlı məhsul kimi görsəndi və mən bu məhsulu belə deyək, çalışırdım ki, ətraflı öyrənim. Bir məqamdan sonra biliklər bitdi. Başladım ki, yox, bu mənə yetmir, yəni bunun davamı nə ola bilər? Həmin vaxtı ölkə daxilində çox təəssüf ki, məhdud idi resurslar və burada təlim mərkəzləri və s. yox idi. Və araşdırdım, Türkiyədə bir kurs tapdım, beynəlxalq bir kursu idi. Türkiyədə MSA deyilən, mutfaq sanatları eğitimi deyilən bir yer var. Orada bir təlimçi var, Avstraliyadan gəlib, dünya hakimidir, dünya üzrə belə deyim də beynəlxalq sertifikat verə bilir və s. Bu mənim üçün belə bir böyük xəyal idi, amma yəni, dedim ki, niyə də yox. Mən biraz fərqli yolu seçdim, alternativ yolu seçdim. Adama axtardım, Facebookda tapdım onu. Adı Səmdir, Səm Çevikgöz, mənim də ilk müəllimim və mentorum olub.
Yazdım Facebook üzərindən ki, salam, bir səmimi və uzun mesaj yazdım ki, mən çox istəyirəm bunu öyrənməyi və s. Dedi ki, gələ bilərsən təlimə, Türkiyədə olacam və mən onun yanına təlimə yola düşdüm. Yes. Və ümumiyyətlə həmin dövrlər doğrudan da bu statı təsadüfən yazmamışam bura. YouTube'da bir videoda bir stat çıxmışdı mənim qabağıma. Mevlana Ruminin sözü idi ki, yola çıxdığından yol görsənməyə başlayır. Bu mənim elə bir ki, ilk yola çıxdığım bir an oldu. Hansı ki, bir məhsul yarandı. Bir məhsul üçün mən yola çıxmalı qərar verdim. Və müəllim də mənə yazdı ki, gələ bilərsən. Bu məni çox sevindirdi. Açığı gözləmirdim. Və burada şəkildə gördüyünüz Səm Çeviköz Türkiyədə çox məşhur 3-cü dalğa kofe mədəniyyətini yaradmış bir insandır. Mən yollandım onun yanına təlimə. Təlimin qiyməti təxminən $660 idi. Mən də 500 manat maaş alırdım və biraz özüm yığdım, biraz işlədiyim yerdən dəstək aldım və getdim təlimə. Getdim Türkiyəyə. Yadımda da otelə çatanda, axşam çatmışdım, birinci çantamı qoydum və birinci işim o fərqli kofe məkanlarını gördüyüm həmin yerə gedib birinci kofe içmək idi orada. Hələ mən müəllimlə səhər görüşəcəkdim. Getdim, içdim, orada artıq belə başa düşdüm ki, mən bura gəlmişəm və bura maraqlıdır. Və səhəri günü isə onların fabrikinə getdim. Hansı ki, bir fabrik düşünün, orada kofe istehsal olunur, böyük avadanlıqlar var və s. Və bu şəkildə də elə müəllim mənə kofe qovurmaqla bağlı hər hansısa bir məlumatlar verir. Və beləliklə yola başladım və bu yolda həmin görüşün mənə ümumiyyətlə jesti nə oldu? Müəllimlə bilmirəm səmimiyyətdənmi məni bəyəndi ya nə oldusa, mənə ilk təlimimi ödənişsiz elədi. Yəni həmin o dediyim ödənişi məndən almadı. Bu da məndə bir növ necə deyim, yəni bu sahəni daha da sevdirdi. Çünki kofe təkcə bir içki deyil mənə görə. Onun arxasında dostluq var, onun arxasında inkişaf var, böyümək var, əlaqələr var, güclənmək var və s. Və ilk aldığım bu sahədə olan mesajlardan biri bu idi ki, bu müəllim məni tanımadan dünya şöhrətli bir insandır və mənə ödənişsiz bir təlim verir, bütün biliklərini məndən bölüşür rahat şəkildə. Mənim üçün bir növ nümunə oldu. Hansı ki, mən də hal-hazırda Azərbaycanda həmin mənə olunanı təkrarlayıram. Və 2016-cı ildə Azərbaycanda belə bir təşkilat var, Specialty Coffee Association. Bu dünyada belə deyim, non-profit kofe qurumudur və burada 2016-cı ildə Azərbaycandan yeganə adi bir barista onlardan rəsmi sertifikat alıb. Mən ilk Azərbaycanlı sayılırdım ki, sertifikat almışam. Hətta bununla bağlı bu sahədə olan həmkarlar və s. yazırlar mesaj ki, Pərviz, təbrik edirik sən ilk Azərbaycanlı olaraq adın düşüb ora və s. Bu, mənim aldığım həmin modul üzərində belə başlayırdı. Foundation, Intermediate, Professional. Mən Professional-a qədər sertifikatlarımı aldım. Bunları aldığım zaman açığı soruşsanız ki, biznes qurmaq məqsədini alırdın. Yox, sadəcə bunun arxası nə olacaq, nə baş verəcək, mənə maraqlı idi. Sadəcə mən prosesdə idim, prosesə inanırdım və davam edirdim. Bir növ, belə deyim də, yol özü görünməyə davam edirdi. Və yol ayrıcı və seçimlə bağlı mən həmin təlimdən qayıtdıqdan sonra Bakıya bir növ depressiyaya düşdüm. Burada həmin məkanlar yoxdur, həmin atmosfer yoxdur, həmin enerji yoxdur və mən hətta zəng vurdum orada müəllimə ki, olar ki, mən gəlim sizin yanınızda işləyim. Çünki yəni, mən burada artıq davam edə bilmirəm, oradakı kofelər də yoxdur və s. Mənə belə deyim də bir şans var ki, mən oraya gedə bilərəm. Bir növ yol ayrıcına qaldım. Asan yolu seçim, yoxsa çətin. Çətin nə idi? Burada yoxdur elə bir məhsul, elə bir konsept. Bəlkə bunu yaradım, niyə də yox? Düşündüm, dedim ki, okey, niyə də olmasın? Və ümumiyyətlə, həmin dövrlər bir stat var idi. Çox maraqlıdır əslində deyil. Gəmilər limanda təhlükəsizdir, amma gəmilər limanda dayanmaq üçün yaradılmayıb da. Yəni, dənizdə üzmək üçün, yeni üfüqlər kəşf etmək üçün yaradılıb. Bir növ mən də özümü bir təhlükəsiz zonada, konfor zonada çıxartmağa qərar verdim və düşündüm ki, belə deyim də, bu proyekt niyə də burada olmasın? Və ətrafımda olan bütün insanlar başladım danışmağa. Kofe qovurmaqdan necə görmüşəm və Türkiyədə olduğum müddətdə ümumiyyətlə mənim o səfərimdə, yəni insanlar gedirdilər Türkiyənin maraqlı yerlərini, tarixi yerlərini gəzirdilər. Mən ancaq coffee shop gəzirdim, onları araşdırırdım, onların konseptləri nədir, barista ilə danışırdım. Hətta bir ara belə mənə az qala qovurdular həmin yerlərdən ki, axırda belə deyim də, yolunu tapdım, dedim mən blogerəm, belə də çəkirəm, sizi paylaşacağım, nə bilim, filan.
Və beləliklə mən onlardan məlumatlar alırdım və qeydlərimi aparırdım ki, konsept fərqli necə qurulur. Çünki kofe təkcə bir içkidə okey, amma bunun arxasında çox böyük bir altyapı var. Biz təlimlərdə çox bundan bağlı danışırıq. Və bir növ mən həmin ərəfə başladım araşdırmağa, qayıtdım. Dedim ki, okey, burada o konsepti qurmaq olar. Hələ adım filan seçməmişəm. Həmin dövrlər yanımda qardaşım var, balaca qardaşım. O da qoşuldu, dedi ki, mən də sənə dəstəyəm. Sonra indiki həyat yoldaşım Aygün, Səlim, buradadılar hal-hazırda. Belə deyim, onlar dedilər ki, biz də qoşuluruq sənə, bir növ kömək eləyirlər, mənəvi dəstək olurlar. Mən də ətrafda olan hamıya danışıram. Kofe qorumaq nədir? Barista bar arxasında kofe dəmləyir, bir fermer kimi görsənir, müxtəlif dəmləmə. Biz buna 3-cü dalğa kofe deyirik. Bu mədəniyyətdir, bu Bakıda yaranmayıb və bunu yaratmaq, bunun belə deyim, pioneri olmaq, Bakıda bu olmayan bir şeyi yaratmağa çalışmaq belə mənə həyəcanlandırırdı bir növ. Və hamıya deyəndə deyir ki, bura çay ölkəsidir, burada insanlar yeməyi xoşlayırlar, şirniyyatı xoşlayırlar, kofe necə acı bir, hamı bilirdi ki, kofe acıdır. Yəni elə hamının düşüncəsində kofe acıdır, amma elə deyil əslində. Kofe gilə meyvədir, ağacda yetişir, bu barədə sonra danışarıq. Və belə deyim, həmin dövrlər danışanda deyirlər ki, bura getməyəcəkdir, bu biznes risklidir. Birincisi, sən həm məkan açmaqsan, həm istehsalat eləmək istəyirsən, həm xidmət eləmək istəyirsən, coffee shop eləmək istəyirsən və s. və s. Bir də ki, sənin pulun var, yəni sən nə qədərdir ki məbləğin? Mən də 500 manat maaş alırdım. İndi sizcə sualım var sizə, sizcə 500 manata dünyanı dəyişmək olar ya da olduğun ətrafı və s. Mən belə deyim də sizə əminliklə bildirirəm ki, cəsarətiniz varsa dəyişmək olar. Və belə deyim də, bayaq qeyd edədiyim kimi, asan yol uzağa aparmır, amma çətin yol səni çox uzağa aparır. Bu əlimdə gördüyünüz fincan, o şəkildəki fincanla üstü düşməyib, düzdür? Üstündə belə şriftlərlə yazı United Coffee Beans yazılıb. Mən burada biraz belə vizuallaşdırmaqla bağlı danışmaq istəyirəm. Mən başladım vizuallaşdırmağa. Adını qoydum. Adını qoydum United Coffee Beans. Bir fincanımız var, əlimizdə içəri şəhərdə bir parkdayıq, arxada dəmləmə alətləri və s. var. Bu şəkildə yoldaşım çəkib. Bizim fincanımız var artıq. Yəni bir növ, hətta həmin dövrlər özümə bir biznes kart da düzəltmişdim, hansı ki üstünə United Coffee Beans yazmışdım. Yəni bir növ belə deyim, xəyal qururdum. Və belə deyim də fincanımız var, pulumuz yoxdur, düzdür. İdeyamız var, biliyimiz var. Qərar verdik, dedi ki, ətrafda olan investor, belə deyim də, potensialında olan insanları yazaq. Başladıq yazmağa. Yazırdıq bir neçəsinə, ya geri dönüş almırdıq, ya deyirlər vaxtım yoxdur və s. Bir gün bir nəfər yazdı, özü də türk vətəndaşı idi, burada bizneslə məşğuldur. Yazdı ki, gəlin görüşək. Sevindi, dedi, əla, artıq axtardığımız tapmışıq və necə belə asan da oldu da, yəni bir ay, 2 ay axtarış elədik və tapdıq. Getdik adamla görüşə girdik, danışdım, mən indiki kimi belə təəssüratla, belə bir konsept eləyəcəyik və s. detallarını danışdım. Dedi, okey, əladır, bəs biznes planı baxa bilərəm. Səlim yanımdaydı, dedim, baxdıq birimizə biznes plan nədir o? Biznes plan var imiş səndə. Dedi ki, indi yoxdur, amma olacaq. Yəni indi üstümüzdə yoxdur, amma verə bilər. Dedi ki, bir həftə vaxt verəm, bir həftə sonra biznes planı gətirin, baxaq, qərar verək. Çıxdıq çölə, araşdırdıq ki, ümumiyyətlə biznes planı neçəyə yazılır. Dedilər ki, 3000-5000 manat arasında bir məbləğdir. Bizim o qədər pulumuz yoxdur. Google search, biznes plan necə yazılır? Yəni, və Azərbaycan sözü yazanda çox da məlumat çıxmır. Yəni, müxtəlif dillərdə başladıq yazmağa. Kimsə yazsın bunu bu arada, yaxşı bir resursdur. Yəni, biznes plan, məsələn, bizim gənclər kimsə biznes qurmaq istəyirsə, onlar üçün bir yaxşı bir resurs ola bilər. Və bir həftə ərzində gecə-gündüz yatmırdıq. Yazırdıq ki, bizdə ciddi bir məsələ baş verib. İnvestor bizə gözləyir. Getdik bir həftə sonra biznes planı göstərdik. Biznes planı göstərdikdən sonra investor baxdı, dedi ki, okey, maraqlıdır, biznes planında hər məlumat yazılıb, amma bu, belə deyim də, hal-hazırda risklidir, çünki hal-hazırda burada yalnız dünya brendləri var, belə bir konsept yoxdur. Birinci girmək, həm sən istehsalat eləmək istəyirsən, həm coffee shop açmaq istəyirsən, həm akademiya qurmaq istəyirsən və s. Bunlar üçün, belə deyim də, mən hal-hazırda riskə getmək istəmirəm. Bir növ, belə deyim də, demotivasiya olduq, amma çox maraqlı bir söz var, deyir, hər bir krizis bir fürsətdir. Bu krizisdə bir fürsətimiz nə oldu? Əlimizdə biznes planımız oldu. Yəni bir növ, həmin investor bilmədən bizə bir köməklik elədi və əlimizdə biznes planımız oldu və biz həmin görüşdən bir biznes planla çıxdıq. Ağlımızda xəyalımız və belə deyim də,
Həmin dövrlərdən sonra bu biraz monoton keçdi. Yenə də axtarışlar davam edir, amma o belə deyim də uyğun bir insanlar tapa bilmirik. Həm də ümumiyyətlə o dövrlər bilmirəm indi necədir. O dövrlərdə Azərbaycanda belə bir investor və startapçı münasibətinin belə bir format yoxdur. Investora deyirsən o bir növ sənə şey düşünür ki, okey pulu yatıracağam, eləyəcəm və s. Sonra deyirsən ki, bəs mən deyir heç nə sənə də maaş verərik və ya nə kiçik faiz verərik və s. Amma bu sənin proyektindir, sənin beynində olan bir şeydir. Səninlə bölüşmək istəmirlər. Elə düşünürlər ki, pul daha dəyərlidir, nəinki ideya. Amma əksinə, mən hətta o vaxtlar bir tanışım var idi, o da mənə demişdi ki, ideya pul olmadan heç nədir. Mən də ona qarşına demişdim ki, belə deyim də, pulu dəyərli eləyən ideyadır. əgər sənin ideyan, belə deyim də, sıfırdan bir şey yaradırsansa və bu pul gətirirsə, hansı ki, mənim beynimdə olan bir məhsul yarım milyondan çox investisiya alıb indiyə qədər və bu, belə deyim də, belə görsənir ki, bu daha dəyərliymiş. Və bir gün işlədiyim bir yerdə təsadüfən fərqli korporativ yerlərdə mühitlərdə gördüyüm bir tanışım gəldi. Çoxdan da görüşmürdük. Ümumiyyətlə heç bir əlaqəmiz də yox idi. Ondan ancaq uzaqdan salamlaşma və s. Dedi ki, nə edirsən? Dedim, heç nə, bir planım var, onunla məşğulam, sən nə edirsən? Belə ümumi söhbətlər eləyirik. Adı Füsaldır. Bu arada mənim ilk proyektimin investordur və belə deyim, proyektə inanan ilk insandır. Həm də biznes partnyorumdur. Dedim, mənə maraqlıdır belə bir ideya. Və yadımdadır ki, həmin dövrlər mən ümumiyyətlə bu tez-tez yuxular görürdüm, oranı açmaqla bağlı və s. Bir növ elə bir ki, içimdə bir hiss deyirdi ki, vaz keçmə, davam elə. Çünki bu proses getməlidir və bunun öncədən bilmirsən, bu nə qədər davam eləyəcək və s. Amma inanırsansa, güvənirsənsə buna davam elə və bunu insanın ortaya çıxmağı 2017 fevral ayı mən işlədiyim barista kimi hələ də işləyirəm. Axırıncı dedim ki, maaşım 500 manat olub. Gəldi, dedi ki, bəs belə nə ideyadır? Dedim, biznes planım var, göndərə bilərəm. Biznes planı göndərdim. Dedi ki, maraqlıdır, bəs görüşə eləyək. Bu görüşlərə çox detallı girmək istəmirəm. Bir ay, 2 ay danışdıq, müzakirələr aparıldıq, rol bölgüsü elədik və s. 2017-nin aprel ayında getdik Asan Xidmətə, rəsmi olaraq United Coffee BSM-imizi açdıq və partnyor olduq və belə, elə bildik ki, elə burada bitir hər şey. Bu bizim tərz proyektlərdə yer çox önəmlidir. Başladıq yer axtarmağa. Bir 7 ay yer axtardıq. Yəni çoxlu belə, yəni mən o qədər səbirsiz idim. Yəni səbirsiz idim ki, bu tez olsun, amma ki səhv də eləmək istəmirdim. Çünki bir gülləm var idi, bir hədəfim var idi. O, yəni başqa vaxtda bəlkə də o şans verilməyəcəkdi mənə. Və başladım bu, belə deyim də, prosesləri aparmağa, axtarışlar eləmək və s. Bizim də axtardığımız nə idi? 100-150 kvadраtlıq yer, təxmini, belə deyim də, büdcəsi də 3000-4000 manat arası, aylıq büdcəsi və s. Tapa bilmirik, heç bir yerə tapa bilmirik. Bir gün bir makler mənə yığdı, dedi ki, bəs belə bir yer var. Özdə texniki xətalara görə 2 ildir möhürlü qalıb, heç kim ora bir proyekt eləyə bilmir və s. Amma yəni sən bax da, amma bir şey deyim ki, böyükdür, 300 neçə kvadratdır, qiyməti də bir 10 mindən başlayır falan. Gedim baxım da, getdim baxmağa, girdim içəri girən kimi təmirsiz yerdir, özdə nəsə olub orada texniki problem falan. Çox maraqlıydı, yəni bütün hissələr hamısı gözümün önündə belə düşdü. Yəni burada bu olacaq, burada bu olacaq, burada bu olacaq. Yəni bir növ elə bir ki, axtardığım bir məkan idi, tapdım onu. Amma qərar verə bilmirəm, çünki risk eləmək lazımdır. Burada da bir qurtum cəsarət etmək lazımdır ki, görəsən bu həmin yerdir, yoxsa yox və belə deyim də, bu elə arxa fonda olan həmin yerdir. Yəqin ki, çoxlarınız olmusunuz, olmamışsa hamını dəvət edirəm. Burada da kofe içə bilərsiniz bu arada. Mən çox sevinirəm belə, biz kofe xidmət eləyəndə belə deyək. Nəysə, və biz belə deyim də, bu yeri dedim ki, və bu yeri necə seçdim? Müxtəlif zamanlarda başladım kənardan analiz eləmək. Bir həftə vaxt istəyirəm. Baxdım müxtəlif, həftə sonu, həftə içi, trafik nədir və s. Oralar çox əvvəl pasiv yer idi, yəni çox belə əslində aktiv yer sayılmır. Yəni trafikli bir yer deyil, volkin azdır və s. Amma dedim, bu yer bizim yerdir, girək. Girdik, bir ay orada söhbət elədik, bir müqavilə söhbətləri və s. Yəni proses çox çətin gedirdi əslində. Yeri götürdük, təmirlərə başladıq, təmir eləməyə. Təmirin demək olar bütün proseslərində birlikdə iştirak eləmişik. Yəni demək olar ki, dost, tanış və s. Dostlarımız birinci prosesdə ümumiyyətlə alınmamışdı, başqa memarlar alındıra bilməmişdi, istədiyimizi verə bilmirdilər və hər an biz qəbul eləmirdik. Yəni bizə olan o təklifləri qəbul eləmirdik. Biz deyirdik ki, yox, bizə lazım olanı tapmalıyıq. Çünki mən artıq xaricdə depolanmışdım. Yəni bilirdim nə istəyirəm və ona uyğun olmayanlara hələ ki qərar vermirdim. Və bir 4 ay müddətində biz həmin yeri açdıq. Şüarımız o idi, yeni dalğa kofe mədəniyyəti yaranır. Burada Bakıda yeni dalğa kofe mədəniyyəti doğur və şəhərin müxtəlif belə deyim də yerlərindən olan
sahələrindən olan insanları bəlkə də indi içinizdə də kimlərsə həmin açılışda olublar. 2018 yanvarın 11-də bizim mərkəz filiallaşdıq. Böyük bir yerdir. Mən həm orada istehsalat qurmuşam, kofe istehsal edirəm, yerli belə deyim də paketləyirəm. Eyni zamanda baristalar var və s. Və bu konsept yenidir deyə biz sıfırdan insanlar götürürük, sıfırdan onları yetişdiririk. 7 nəfərdən, 6-7 nəfərdən başlamışdıq. Həmin zaman biz belə deyim də daha çox belə deyim də ən çox da proseslərdə mənə mənəvi dəstək olan Aygün belə deyim də qoymurdu ki, belə demotivasiya olum və ümumiyyətlə belə deyim də proses çox maraqlı gedirdi əslində və təkrar da onu yaşamaq istəyərəm. Beləliklə bura gələcəm. Beləliklə oranı açdıq. Komanda yəni hər gün yeni bir konseptdir, çoxlu insanlar gəlir və biz belə deyim də dayanmadan işləyirik. Təsəvvür edin 16 saat işləyirdim. Demək səhər açırdım, barın arxasına keçirdim, qonaqları qarşılayırdım. Sonra kimlərsə gəlirdi, keçirdim zalda işləyirdim. Sonra gelirdim axşam kofe qovururdum ki, sabah üçün kofe lazımdır və beləliklə bu şəkildə 2 il işləmişəm. 2 il mən orada belə deyim də növbənin 16 saat, 8 saatda yata bilmirdim, kofe içirdim çünki və belə deyim də bir növ oyaq qalırdım. Bir məqamdan sonra artıq bu bayaq dediyim kimi bir güllə bir hədəf məsələsi məndə artıq belə deyim də bu proyekt yenidir. Bütün təcrübələrlə ilk dəfə qarşılaşacağam. Yəni hamısı ilə ilk dəfə qarşılaşacağam. O təcrübələrdən biri nə oldu? Bir gün belə deyim də komandamızdan 5 nəfər fərqli sahələrdə bir-birinə demədən, danışmadan işdən çıxdılar, ayrıldılar. Oturdum fikirləşdim, nə olacaq? Yəni biz insanlara keyfiyyət deyirik olacaq, nə bilim inkişaf olacaq və s. 5 nəfər çıxıb mən hamısını çatdıra bilmərəm. Bir növ özümdə belə deyim də həmin o şeyi özümdə axtardım ki, yəqin ki səhv məndədir, nəsə liderlik eləyə bilmirəm, proses apara bilmirəm və s. Ən yaxın kitabxanaya getdim, liderliklə, menecmentdən bağlı bir 10-15 dənə kitab aldım ki, oxuyacam, sizi öyrənəcəm, nədirsə oradadır. Yəni mən prosesi çox belə deyim və həmin an özümə sorğulurdum ki, əgər bura qədər belə deyim də gəlmişəmsə, yəni və yəni bura qədər gəlməyəcəkdimsə, bura niyə gəldim? Yəni buradan arxaya qayıdacamsa, bura niyə gəldim? Yəni orada o pes etmək deyirlər də türklər. Geri qayıtmağın mənası yox idi. Mən davam eləməliydim, bu prosesi aparmalıydım. Düzü o kitabları oxumağa vaxt olmadı. Çünki hansı vaxt oxuyasan, heç birini oxuya bilməmişəm, təəssüf ki. Amma bir növ belə deyim də, məndə bir belə deyim də bir proses başladı ki, bu ilk 2 ilin ərzində olub. Necə olur? Biz biznes planında hər bir şeyi nəzərə almışdıq, amma komandanı nəzərə almamışdıq. Yəni düşünürdük ki, komandada gələcək, öyrədəcək, xoşbəxt, birlikdə işləyəcəyik, amma əslində elə deyilmiş. Həmçinin insanları biz birinci dəfə də işə götürürük, sıfırdan götürürük və s. Və düşündüm ki, bu problemdir və problem məndədir, görəsən necədir və s. Həmin dövrlərdə ümumiyyətlə belə deyim, bir stat qabağıma çıxmışdı. Bu Martin Luther King'in sözüdür. Özü Amerikalı hüquq müdafiəçisidir və belə bir maraqlı söz işlətmişdi ki, və mən bunu komandamda kimlərsə varsa burada 100%, yəni bilirlər ki, demişəm dəfələrlə bizim görüşlərdə ki, bir süpürgəçi ol. Yəni əgər deyir sadəcə bir süpürgəçisənsə, işini elə gör ki, elə süpür ki oranı. Bir Michelangelo'nun əsəri kimi yarat, bir bəstəkar Beethoven kimi yarat, bir Shakespeare kimi şeir kimi yazmış kimi süpür yeri. Və deyir, elə süpürdüyün an ətrafda olan hər bir kəs, yerdə yerin də sakinləri, göyün də sakinləri çevrilib deyəcək ki, orada işini görən yaxşı süpürgəsi var. Mən həmin dövrlər bir növ özümü süpürgəsi kimi hiss edirdim. Ancaq süpürməklə məşğul idim. Nə baş verəcək olacaq, amma süpürürdüm və davam edirdim, komanda ilə danışırdım. Bir növ belə deyim də prosesləri aparmağa çalışırdım və çalışırdım ki, bu məsələlər belə deyim də öz nəticəsinə keçsin, çatsın. Bu da Matrix mənim sevdiyim kinolardan biridir uşaq vaxtı və orada belə bir maraqlı səhnə var. Temet Noska yazılır divarda kahinlə görüşə girəndə. Orada Temet Noska'nın da açılışı latınca özünü bil, özünü anla deməkdir. Həmin dövrlər o düşdüyüm sorğulamada ki, məndə çatışmır nəsə və s. şübhələnirəm özümdən və s. O şübhələri kəsdim, dedim ki, mən özüm bilirəm, bu ideya mənimdir, mənim beynimin məhsuludur və mən bura qədər gəlib çıxmışam. Demək ki, mən bunu belə deyim, aparmalıyam və başladım, belə deyim də, barın qabağında bir yer vardı, orada oturub, bütün prosesləri yazmağa, hamısını yazırdım ki, nələr ilişir və s. Və həmin gün mən şirkətin dəyərlərini, şirkətin fəlsəfəsini yazdım, şirkətin reglamentini yazdım. Ondan sonra isə başladım komanda ilə görüşüb, onlara izah eləməyi ki, ümumiyyətlə, bir şirkətin uğurlu olması üçün nə etmək lazımdır? Yəni bir ideyanın ümumiyyətlə uğurlu olması üçün mənə görə onun ətrafında ona inanan insanlar olmalıdır.
Yəni bu bir nəfərlik bir iş deyil, çox nəfərlik bir işdir və yəqin ki, təbii ki, sizdə də sual yaranır ki, bəs bu uğurun arxasında komanda sizə necə inandı? Necə bunu belə deyim sizlə birlikdə oldu? Çünki əmin olun ki, bu cür ideyalar, yəni pulun müqabilində yarana bilmir. Yəni hətta bizim ölkədə ümumiyyətlə yarana bilmir. Çünki Azərbaycan insan xidmət sahəsində birinci növbədə ən çətinlik hissəsi gülməyi xoşlamır, bilmirəm. Nədənsə yəni gülməyi istəmir, bəyənmir ya da ki kompleks edir və s. İnsanları güldürmək belə çətindir. Yəni işə götürdüyün insan deyirsən ki, qonaq qarşısında gülümsə, xoş aura yarat, özünə də yaxşı olsun, ona da yaxşı olsun. Və başladım bu dəyərləri yaratmağa. Həmin dəyərlər bugünkü gündə bizim şirkətə hər hansısa bir əməkdaş gələndə ona verilən birinci verdiyimiz belə deyim də sənəd şirkətin dəyərləri və fəlsəfəsidir. Ondan sonra o bütün texniki digər şeyləri sonradan artıq belə deyim də keçir və mən həmin dövrlər şübhə ilə qorxu ilə heç bir məqsədə çatmaq olmaz düşündüm. Düşündüm ki, bunu davam eləmək lazımdır. Bu barədə danışacağım və biz belə deyim də komandamızla aylarla, illərlə, hər həftə, hər ay görüşürdük, briefing eləyirdik, danışırdıq ki, necə birlikdə hərəkət eləmək olar, necə inkişaf eləmək olar. Mən bugünkü gün buradan da bütün komandaya ayrıca belə dərin təşəkkürlərimi bildirirəm. Onlar olmasaydı bu proyekt olmayacaqdı. Yəni doğrudan da yaxşı ki varsınız və öz komandamı çox sevirəm həqiqətən və bizdə işləyən hər bir kəs bizim üçün doğrudan da çox dəyərlidir. Və bu o qədər mənim üçün həmin dövrlər maraqlı idi ki, biz artıq birlikdə inkişaf edirdik. Mən bir növ məsələndə mənim yerimə kimsə olsaydı, qazandığı pula ikinci filial açardı və ya nəyəsə investisiya eləyərdi. Mən qərar verdim ki, akademiya eləyəcəm. United Coffee Academy. Bizim akademiya 2019-da qurulub. Və bununla bağlı nə edə bilərəm? Mənim bayaq xatırladığınız o professional sertifikat almışdım. Ondan sonra imkanım var idi ki, müraciət eləyə bilərəm və birinci o müəllim yanına getmişdim Türkiyədə Səmi Çeviköz. Onun kimi mən də trener ola bilərəm və burada Azərbaycanda beynəlxalq sertifikat verə bilərəm. Və bununla bağlı belə deyim, İtaliyaya getdim. İlk Azərbaycanda beynəlxalq kofe təlimçisi oldum. Akademiyanı qurduq. Birinci öz baristalarımızı yetişdirdik. Sonra kənardan gələn yerli sektorda. Çünki vaxtilə mən o resurs da tapa bilmirdim və belə bir resurs yaratdım ki, ölkə belə deyim də kollegalar da bundan istifadə eləsinlər. Və biz burada beynəlxalq sertifikatlar verirdik. Vaxtımız az qalıb bu arada, mən bitirməliyəm hamısını. Ürəyim doludur. Beləliklə, belə deyim də, komanda və liderlik mənə görə bir olmaqdır, birlikdə olmaqdır. Biz 8 ilin ərzində 7 nəfərdən 70 plus insan olmuşuq və doğrudan da United Coffee Beans-in uğuru ona inanan insanlar, ona inanan, belə deyim də, biz deyən bir komandadır. Və United Coffee Beans bugünkü gün təkcə bizim komanda üçün yox, bizi qonaqlarımız üçün hamının biz dediyi, bizim dediyi bir markadır və biz bundan da çox fəxr edirik və çalışırıq ki, hər zaman yeniliklər eləyək. Mən United Coffee Beans-in etdiklərini, yəni hal-hazırda belə deyim də danışsam bizə vaxtımız qalmaz, amma hər dəfə bunları eləyəndə biz göstəriş üçün və ya belə deyim də hansısa bir proses üçün, çox sağ ol üçün, sertifikat üçün yoxdur. Oradan da istəmişik ki, bizə dəyər verilib, bizə dəyər qataq. Buradakı insanlara çalışaq ki, yaxşı fincanda kofe verək, yaxşı xidmət eləyək və s. Bu da maraqlıdır. 2020-ci ildə pandemiya başladı, dünyanın ən böyük krizisidir. Yəni mən bir sahibkar olaraq mən də o krizdən qarşılaşdım. Aləm də bir-birinə, bizdə müharibələr başladı, komendant saatı və s. Çox tükənmişlik, yəni o hiss nədirsə, mən yəni hər gün yuxudan oyanırdım və düşünürdüm ki, nə baş verəcək bu günləri. Hətta müharibə başlayanda oğlum təzə olmuşdu, hərbi bileti qoymuşdum, həmişə belə görsünlər yerə ki, birdən çağıra bilərlər, gedəcəm və belə deyim də, yəni bir növ qərarsız belə prosesdəydim və bilmirdim ki, yəni nə olacaq və o qədər bu tükənmişlik psixoloji mənə təsir elədi ki, mən iyun ayında 2021-də səhv eləmirəmsə diz qapağımı buna patella əməliyyatı deyirəm. Patella qapağını sındırdım, velosipeddən yıxıldım, sındı. Əməliyyatı etdim, burada elə həmin rentgendir. Və 2 ay yataq vəziyyətində qaldım. Çox çətin idi və ümumiyyətlə mən depressiyaya düşmüşdüm. Nə oldu sizcə növbəti? Bir də yıxıldım. Bu dəfə daha çox qırıldı. Yəni belə deyim də, onu düzəltmək, belə yığmaq bir yerə çox belə müşkül məsələ idi və mən artıq belə deyim də uzanmışam, evdəyəm. Həmin dövr məsələn o krizdən də öyrəndim. Başladım remote işləməyi öyrənməyə ki, məsələn kənardan olanda necə komandaya tapşırıq vermək olar, necə prosesi qurmaq olar və s. Onun da bir şey oldu. Amma çox depressiv prosesdəydim və həyatımda ilk dəfə psixoloqa müraciət elədim. Dedim ki, mən bunun səbəbini öyrənməliyəm. Bu niyə oldu, niyə baş verir və s. Psixoloqla görüşdük. Nəticədə dedi ki, 6-7 seans ola bilər. Birinci seansda dedi ki, çox güman ki, belə deyim də, sən, yəni nəticə belə çıxdı ki, müşahidəçisən, risk eləməkdən çəkinirsən, öz qorxularla üzləşməkdən çəkinirsən və s. Dedim, yaxşı, başa düşdüm. İkinci seans oldu, ikinci seans ödəniş almadı. Dedi ki, bu dəfə sən mənə daha çox məsləhət verdin və s. İlk dəfə idi, psixoloq mənə ödəniş almadı. Sonraki seanslara davam eləmədik, artıq mən cavabımı almışdım və bitdi.
Və belə deyim də, bir növ bu hissəni belə adlandırıram. Deyir, ritm həmişə sənin əlində deyil. Yəni, həyat bir orkestrdir, bəzən başqa musiqi ola bilər. Amma sən ona adaptasiya olmalısan, öyrənməlisən, ona belə deyim də, improvizə eləməlisən. Mən də həmin dövrlər belə əlimdə, hətta belə vəziyyətdə mən podkasta getmişəm, nə bilim, milyon da yeri. Və belə deyim də, həmin zaman bir özüm üçün totem yaratmışdım ki, ayağımı düzəltməliyəm. Başladım evdə məşqlər eləməyə. Bir növ belə deyim də, fizioterapiyanı getdim həkimin yanına, gördüm ki, o uzanan prosesdir. Başladım YouTube'da axtardım ki, necə fizioterapi eləmək olar. Məşqlər elədim, ayağımı möhkəmləndirdim. Sonra dedim ki, başlayacağım qaçmağa. Bugünkü gün qaçış klubumuz da var, biz aktiv qaçıcıyam. Və belə deyim də, o həmin dövrlərdən gələn bir şeydir. Və başladım belə deyim, idmana və s. Bir növ bu krizis mənə çox belə özümü yenidən yaratdı bir növ. Belə deyim də, Bernard Shaw'nun çox qəşəng sözü var, deyir, həyat özünü axtarmaqdan yox, özünü yaratmaqdan ibarətdir. Burada bir növ qırıldım, sındım, amma təzədən yaratdım özümü, qurdum. Və totem eləmişdim ki, Azərbaycanın ən böyük zirvəsinə qalxacam bu ayaqla, düzəlsin. Bu ilin elə həmin ərəfələrdə, iyun ayında elə qəsdən, yəni bir həftə qabaq qərar verim ki, gedirəm, bir dənə tur gördüm. Dedim ki, bazar düzünə qalxıram. Heç bir hazırlıqsız falan. Təbii ki, ayağım əvvəlkə nisbətən daha yaxşıdır. İlk səfərə başımıza hər şey gəldi. İldırım çaxdı, qar yağdı, elə bir Everestə qalxırdıq. Bayaq xanım danışdı burada. Yəni doğrudan da mən elə bildim, həmin an var videoları, yəni elə bir Everestə qalxırsan. Biz qalxdıq ora və belə deyim də, bir növ özümü proses boyunca həm zirvəni fəth eləməklə, Bazardüzü zirvəsini fəth eləməklə bir növ öz qorxularımı da fəth elədim, öz içimdə olan bütün prosesləri, o sıxıntıları və s. Və belə deyim də, mənim mesajım, əslində çox belə ətraflı danışdığım, vaxtımız azdır. Mənim mesajım nədir? Yəni, buradakı auditoriyaya, bir növbədə başlayın. Nəyi düşünürsünüzsə, nə varsa burada başlayın. Yəni, şübhə eləməyin və heç kimlə də özünüzü müqayisə eləməyin. Başlayın, cəsarətli olun, yola çıxın, yol özü görünəcək. İkinci növbədə yaradın, nəsə yaratmağa çalışın. İnsan çünki yaradıcı bir varlıqdır, nəsə yaratmalıdır, nəsə, nə bilim, bir əlaqə qurub öz missiyanızı tapmanız lazımdır. Bir də xidmət. Xidmət çox vacibdir. Bəzi bizim insanlar belə xidmətə şey düşünürlər ki, mən başqasına, nə bilim, mən düşünürəm ki, mən xidməti anlamasaydım fəlsəfəsini, yəqin ki, mən bugün burada olmayacaqdım. Mən çox sevinirəm ki, burada bu mövzunu, bu danışıqları izləməyə gələn insanlar var və kiçik də olsa nəsə belə təsirim oldusa çox xoşbəxtəm həqiqətən. Çox sağ olun, təşəkkürlər. Yaxşı varsınız. Sağ olun.